Salam yoldaşlar, mən Fərid Əliyev, FES Akademiyanın Azərbaycan dili və ədəbiyyat müəllimi. Bugün sizlərlə xüsusi qeydlər başlığı altında bir sıra məsələlər haqqında danışacağıq. Həmin məsələlər ki, bilirik, amma testlərdə bəzən yanlışlığa yol verir. Mən videonun əvvəlində işlətdiyim bir sıra məsələlər haqqında dedim. Düzdürmü? Gəlin elə oradan başlayaq. Bir sıra məsələlər. Biz qaydalar öyrənmişik də qeyri-müəyyən miqdar saylarındakı bir sıra, bir çox. Yəni bunu belə öyrənmişik ki, bir sıra bir çox saylarından sonra gələn isimlər nədə olmalıdır? Cəmdə olmalıdır. Düzdürmü? Belə yanaşsaq, yanlışlığa təbii ki, yol vermiş olarıq. Bir sıra bir çox saylarından sonra gələn isimlər cəmdə olmalıdırmı? Təbii ki, bu yanaşma düzgün deyil. Niyə? Niyəsin izah eləyim. Bir sıra bir çox məsələlər, düzdürmü? Məsələlər. Yəni qaydaya görə, bir sıra bir çox saylarından sonra gələn isimlər yox, belə olmalıdır ki, bir sıra bir çox saylarının aid olduğu söz hansı sözə aiddirsə o cəmdə olmalıdır. Yəni bu yanlış yanaşmadır ki, bunlardan sonra gələn sözlər cəmdə olmalıdır. Xeyr. Niyə? Bir nümunə yazaq. Məsələn, deyirəm ki, bir çox məktəb direktorları. Düzdürmü? Bir çox məktəb direktorları bunu bilir. Yəni tam cümləni yazmıram. Yəni fikir versə bura bir çox var. Testdə gedib məsələn bunu versə A variantında harda yanlışlığa yol verilir filan. Bir çoxdan sonra biz öyrənmişik ki, gələn söz cəmdə olmalıdır. A təkdədir. Demək budur da cavabım. Xeyr, elə deyil. Burada bir çox sözünün aid olduğu, izah elədiyi söz məktəb sözü deyil. Bir çox məktəb direktorlarıdır. Baxın, bir çox direktorlar, yəni məktəb direktorlar. Əsas bu söz birləşməsi formasındadır və baxırıq əsas tərəfinə. Əsas tərəf cəmdədirmi? Bəli. Demək bu da doğrudur. Yəni hökmən deyil bir çoxdan sonra gələn söz cəmdə olmalıdır. Xeyr, aid olduğu, izah elədiyi söz cəmdə olmalıdır. Daha sonra başqa bir nümunə deyək. Məsələn, deyirəm ki, bir çox, bir sıra, fərqi yoxdur da, bir çox, bir sıra, bir çox bildiyimiz məsələlər. Düzdürmü? Burada bir çox sözündən sonra gələn bir söz var da, düzdürmü? Bildiyimiz. Onda cəmlik görürsünüzmü? Xeyr. Demək, bu qayda belə yox, belə olmalıdır ki, bir çox, bir sıra sözlərinin izah elədiyi, aid olduğu söz cəmdə olmalıdır. Bir daha deyirəm, bir çox, bir sıra sözlərinin aid olduğu söz da onlardan sonra gələn söz cəmdə olmalıdır. Təbii ki, bu yanlışdır. Bu yanlışlığa yol vermirik. Bu məqama diqqət yetirmək lazımdır. Daha sonra danışa bilərik. Bu da doğrudur. Məsələn, yuxarıda yazmışıq da elə. Bir sıra, bir çox məsələlər. Bir sıra məsələlər, bir çox məsələlər. Fərqi yoxdur, bir sıra məsələlər, bir çox məsələlər. Bir sıra məsələlər. Bu da doğrudur. Niyə? Çünki bunun izah elətdiyi söz elə yanında gəlib də. Bu iki nümunədə yanında gəlməyib. Aydındırmı? Birləşmə formasında da bir çox məktəb direktorları, bir çox bildiyimiz məsələlər. Bu zaman yenə deyirəm, aid olduğu. Görün bu sözlər nəyə aiddir? Nəyə aiddir? Onu tap, bax sonra. Təkdədir yoxsa cəmdə? Cəmdədirsə demək doğrudur da. Yəni bu versiyalarda doğrudur. Bu versiyalarda nədir? Doğrudur. Daha sonra nümunə yazırıq.
M ədatı haqqında məsələn M ədatı, M üstü 4 ədatı haqqında. Məsələn, M üstü 4 ədatı, yəni faktoloji olaraq bilirik ki, dadə bağlayıcısından sonra gələndə ayrı yazılır. Düzdür? Məsələn, səndəmi məni aldatdın. Və burada M ədatı dadə bağlayıcısından sonra gəldiyinə görə nədir? Ayrı yazılmış olacaq. Normalda yəni bitişik yazılır, çünki şəkilçiləşmiş ədatdır da bu, düzdürmü? O da sözə bitişik yazılmalıdır. Yəni burada məsələ nədir? Məsələ odur ki, yəni bu şəkilçiləşmişdirsə, yəni özündən əvvəlki nədirsə, o da şəkilçiləşmiş formadadırsa, bu nədir? Təbii ki, bu da şəkilçi olsaydı, ikisi də bitişik yazılardı. Məsələn, deyirəm ki, belə bir şəhərdəmi yaşayırsan. Şəhərdəmi yaşayırsan. Şəhər. Düzdürmü? Sözün kökü şəhərdir. Buradakı də nədir? Şəkilçidir də. Demək, mi ədatı da ona necə yazılmalıdır? Bitişik yazılmalıdır. Yəni, bunun mahiyyəti budur. Yəni, həmişə mi dadə var. Yəni, kitabda bildiyimiz kimi elə dadədir. Dadə bağlayıcısından sonra gələndə ayrı yazılır. Başqa nədən sonra gələndə ayrı yazıla bilər? Məsələn, deyirəm ki, onun ilə mi gedəcəksən. Düzdürmü? Burada da ilədən sonra gəlir. İndi bu yanlışdırmı? Təbii ki, xeyr. Ayrı yazılıb. Bu da təbii ki, ayrı. Onun iləmi. Bunu belə yaza bilmərik axı. Onun iləmi gedəcəksən. Demək, burada da ayrı yazılmalıdır. Amma təbii ki, ilə burada bitişik yazılsa, şəkilçiləşmiş formada olsa, avtomatik mi də neynəyəcək? Şəkilçi formasında, şəkilçiləşmiş daha doğrusu formada neynəyəcək? Bitişik yazılmış olacaq. Məsələn, deyirəm ki, onunla mı gedəcəksən? Onunla mı? İndi, bunu belə yaza bilmərik axı. Onunla mı? Yox, onunla mı gedəcəksən? Baxın, burada da nədir? Bitişik yazılmış olacaq. Yəni, özündən əvvəlkinə baxırsınız. Əgər özündən əvvəlki şəkilçiləşmiş formadadırsa, m da nədir? Canı çıxıb, belə deyim də, bitişik yazılmalıdır. Yox, şəkilçiləşmiş formada deyilsə, demək, m nədir? Ayrı yazılmalıdır. Elə təkcə dadə bağlayıcısından sonra ayrı yazılır. Belə bir nədir? Həyat yoxdur. Belə xüsusi qeydlər başlığı altında belə deyək, videolarımız davamlı olaraq yerləşdiriləcək. Əgər sizlər də dərslərimizdən faydalanmaq istəyirsinizsə, bizim aktiv qruplarımız da hal-hazırda var. Avqustda da açılacaq qruplarımız təbii ki var. Kimlər istəyirsə, yəni avqustda açılacaq, nömrə ilə 077 598 38 00 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Həm Azərbaycan dili fənni, həm də ədəbiyyat fənni üzrə yəni qruplarımıza qoşula bilərsiniz. Belə, sağ olun.